Dərimizə zərər verən günəş kremləri hansılardır? 1. SPF dəyəri 50-dən aşağı olan kremlər. Bu kremlər günəşli havalarda dərimizi tam qorumur. Nəticədə dərimizdə zamanla ləkələr və qırışlar yaranır. 2. Üzərində UVA yazısı olmayan günəş kremləri. UVA və UVB günəşdən gələn iki zərərli şüadır. Təəssüflər olsun ki, bugün satışda olan əksər günəş kremlərinin üzərində sadəcə UVB yazısı qeyd olunub. Bildirim ki, dərinizi həm qocalmadan, həm də ki, xərçəngin yaranma riskindən qorumaq istəyirsinizsə, mütləq aldığınız günəş kremlərinin üzərində UVB ilə yanaşı UVA da qeyd olunmalıdır. 3. Tərkibində oksibenzon, homosalat və paraben olan günəş kremlərindən mütləq şəkildə uzaq durmalısınız. Çünki bu günəş kremləri dərimizdə allergik reaksiyalarla yanaşı, həmçinin hormonal balansımıza da təsir göstərir. Bunu mütləq nəzərə alın. Bitki tərkibli məhsulları sevənlər üçün bu gün sizə Ivraşe markasının anti-aging təsirli günəş kremindən danışacağam. Məhsulun yağlı, yapışqan bir teksturası yoxdur. Dərimizi nəmləndirir, qidalandırır və bayaq dediyimiz günəşin UVB və UVA işıqlarından da bizi qoruyur. Məhsulun SPF dəyəri 50-nin üzərində olduğu üçün dərimizdə zamanla ləkə və qırışların yaranmasında qarşısını alır. Tərkibindəki göy tikanı bitkisi isə antioksidant özəlliyi sayəsində günəşin zərərli təsirlərindən bizi qoruyur. Yay bitdi deyə günəş kremlərinizi kənara qoymayın. Çünki günəş kremləri nəinki yay, hətta qışda belə dərimizi qoruyaraq yaşlanmanın önünə keçir. Bunu mütləq nəzərə alın. Ivraşe'nin anti-aging təsirli günəş kremini Ivraşe'nin bütün filiallarından əldə edə bilərsiniz.